Hər vaxtınız xeyir dəyərli izləyicilər. 21 aprel 2025-ci ildə Qərb Xəbər TV-də gün ortası xəbərlərini sizə təqdim edirik. Xəbər vaxtıdır. Ölkə xəbərləri ilə başlayaq xəbərlərin oxunuşuna. Roma Papası Azərbaycan və Ermənistanı yaxın zamanlarda sülh sazişi imzalamağa çağırıb. Roma Papası Fransisk Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırıb. Qərb.com bildirir ki, Roma Papası bunu Pasxa bayramı ilə əlaqədar mesajında bildirib. Vatikan rəhbəri Pasxa mesajında iki ölkə arasında yekun barışıq və regionun bərpası üçün dua etdiyini bildirib. Dövlət Təhlükəsizlik Xidməti terror törədilməsində şübhəli bilinən şəxsi həbs edərək Azərbaycana gətirib. Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiqoğlu barəsində müstəntiqin vəsadəti və prokurorun təqdimatı əsasında həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Qərb.com-un məlumatına görə müəyyən edilib ki, sabit silahlı qrup təşkilində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiqoğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb. TTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq bu il aprelin 15-də ölkə ərazisinə gətirilib, istintaqa cəlb olunması təmin edilib. Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Qərb.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. 35 yaşlı İsmailov Bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyi narkotik əleyhinə sosial çarx hazırlayıb. Daxili İşlər Nazirliyindən daha bir çağırış, narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir. Qərb.com xəbər verir ki, Daxili İşlər Nazirliyi antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədi ilə növbəti sosial çarx hazırlayıb. Sosial çarxda narkotik təkcə ondan istifadə edilmənin yox, doğmaların da həyatını necə məhv etdiyini göstərir. Çarxı izləmək üçün YouTube kanalımızda və qərb.com saytına daxil ola bilərsiniz. Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək. Azərbaycan Mərkəzi Bankı bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək. Qərb.com xəbər verir ki, aprelin 23-də Azərbaycan Mərkəzi Bankı bu il ərzində faiz dərəcəsi ilə bağlı 3-cü qərarını açıqlayacaq. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin ötən ilin mayından indiyənə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb. Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyaya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı tədqiqdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək. Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycanda inflyasiya nisbətən artmaqda davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən mart ayında qeydə alınan illik inflyasiya 5,9% təşkil edib. Başqa sözlə qeydə alınan faktiki inflyasiya Azərbaycan Mərkəzi Bankının hədd diapazonunu 4,2% daxilindədir. Bu isə deməkdir ki, Azərbaycan Mərkəzi Bankı bu həftəki qərarında uçot dərəcəsində dəyişiklik etməyə tələsməyəcək və növbəti dəfə faiz dərəcəsini sabit saxlaya bilir. Xarici xəbərlərlə davam edirik. ABŞ hər tərəfli atəşkəsin tərəfdarıdır.
ABŞ Rusiya prezidenti Vladimir Putinin əvvəlki günlərdə elan etdiyi Pasxa atəşkəsi adlandırılan müvəqqəti atəşkəsin uzadılmasını alqışlayır. Belə bir uzadılma Rusiyanın niyyətlərinin ciddiliyini göstərmək üçün bir göstərici ola bilər. Qərb.xəbər.com xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı yazılı açıqlamada öz əksini tapıb. ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, ABŞ hələ də tam və hər tərəfli atəşkəsin tərəfdarıdır. Dövlət Departamenti ABŞ-ın Afrikadakı səfirliklərinin bağlanacağı ilə bağlı xəbəri təkzib edib. New York Times qəzetinin ABŞ-ın Afrikadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmağa hazırlaşması ilə bağlı dərc etdiyi məlumatlar qeyri-dəqiq informasiyaya əsaslanır. Qərb.xəbər.com xəbər verir ki, bu barədə Newsweek jurnalına Dövlət Departamenti məlumat verib. New York Times qəzetinin məlumatları saxta sənədə əsaslanır deyə Dövlət Departamentinin jurnala daxil olan məktubunda deyilir. ABŞ Dövlət katibi Marco Rubio da X hesabında qəzetin daha bir yalanın qurbanı olduğunu yazıb. Xatırladırıq ki, bir gün əvvəl New York Times qəzetində 16 səhifəlik bir sənəddə ABŞ Dövlət Departamentinin USAID-yə ayrılan yardımların kəskin azalacağını və bunun da Amerikanın Afrikada və bir sıra digər ölkələrdə səfirliklərinin və daimi nümayəndəliklərinin qapadılacağı barədə məlumat yayılmışdı və dərhal bu xəbərdən sonra artıq Dövlət Departamenti səviyyəsində və Dövlət katibi tərəfindən bu xəbər təkzib olundu. Çin hökuməti bitcoini satıb qızıl alır. Çin hökuməti dünya maliyyə bazarlarını sarsıdan bir əməliyyatla rekord qıran qızıl alışları üçün vəsait ayırıb. Qərb.xəbər.com xəbər verir ki, Çinin qızıl ala bilmək üçün təxminən 1,25 milyard dollar dəyərində 15.000 bitcoin satdığı bildirilir. Məlumata görə Çin bu əməliyyatları ilə bu əməliyyatı offshore şirkətlər vasitəsilə həyata keçirilir. Çinin bu konversiyası qızılın unsiya üçün 3.000 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatması və kriptovalutaların daha çox nəzarət altına alınması ilə qlobal maliyyə mənzərəsini dəyişə bilər. Məlumatlara görə Çin Xalq Bankı və Çinin investorları aktiv şəkildə qızıl alırlar. Təkcə 2024-cü ildə Mərkəzi Bankın satın almaları ehtiyatlarına 1000 tondan çox qızıl əlavə edilib. Türkiyədə narkotik əməliyyatına 566 şübhəli həbs olunub. Ankara Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində aprelin 17-sində Ankara mərkəzli 14 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilən şübhəlilərə qarşı eyni vaxtda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şübhəlilərdən 566-sı haqqında istintaqa cəlb etdikləri məhkəmələr tərəfindən həbs qəti imkan tədbiri seçilib. Qərb.xəbər.com xəbər verir ki, Narkokapan Ankara əməliyyatı adı altında həyata keçirilən əməliyyatı Türkiyə tarixində ən böyük əməliyyat hesab etmək olar. Çin hidrogen bombasını sınaqdan keçirib. Çin hökuməti sahədə hidrogen bombasının uğurla sınaqdan keçirib. Qərb.xəbər.com məlumat verir ki, bu barədə South China Morning Post məlumat yayıb. 2 kiloqramlıq bombanın partlaması zamanı 2 saniyədən çox davam edən və 1000 dərəcə Selsiyadan çox istiliyi olan alov topu yaranıb. Bu isə adi partlayıcıların partlayışından 15 dəfə uzundur. Bomba ilə bağlı hələ ki heç bir rəsmi məlumat verilməyib. İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlər var. İsrail hərbi hava qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Livanın cənub bölgələrinə indirdiyi hava zərbələri nəticəsində azı 7 nəfər həlak olub. Qərb.xəbər.com xəbər verir ki, bu barədə məlumatı Lebonun 24 xəbər portalı yayıb. Əldə olunan məlumatlara görə hücumlara əsasən Nəbatiyə şəhəri və İqlim Ət-Tufan dağlıq ərazilərinə yönəlib. Bu bölgələrdə Hizbullah qruplaşmasının bazalarının yerləşdiyi bildirilir. Hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb, o cümlədən bir
Livan hərbçisi də xəsarət alıb. İsrail tərəfi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib. Lakin bölgədəki gərginlik fonunda bu cür hadisələrin artması müşahidə olunur. 2 milyon Qəzzalı humanitar yardıma möhtacdır. Qəzza zolağında humanitar böhran daha da dərinləşib. Qərb Xəbər.com xəbər verir ki, bu barədə BMT sistemi çərçivəsində Ümumdünya Ərzaq Proqramı məlumat yayıb. Məlumata görə təxminən 2 milyon insan əsasən məcburi keçişinlər hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını tamamilə humanitar yardımla qarşılayır. BMT-nin məlumatına görə Qəzzada ərzaq ehtiyatları sürətlə azalır və əsas heyət təminatı resurslarının kəskin çatışmamazlığı müşahidə olunur. Bu vəziyyət İsrailin sərhəd keçidlərini bağlaması nəticəsində daha da pisləşib. Bu da mühasirədə olan əraziyə həyati əhəmiyyətli ərzaq məhsullarının çatdırılmasına mane olur. Amerika Yəməndə quru əməliyyatına hazırlaşır. ABŞ Yəməndə quru əməliyyatına hazırlaşır və belə bir addım vəziyyəti tamamilə sabitsizləşdirmək təhlükəsi daşıyır. Qərb Xəbər.com xəbər verir ki, bunu Yəməndəki Husilərə bağlı hökumətin Xarici İşlər Naziri Camal Əmir deyib. ABŞ-ın xüsusilə təmas zonaları və sahillərdəki hava hücumlarına diqqət çəkən Əmir, bu vəziyyət ABŞ-ın qurudan hərbi əməliyyatlara hazırlaşdığını və yandırılmış torpaq siyasəti yürütdüyünü göstərir deyib. Bundan başqa o vəziyyətin nəzarətdən çıxmaması üçün BMT-nin baş katibi Antonio Guterreşə məktub ünvanladığını da deyib. Beləliklə xəbərlərin bu günə olan günorta buraxılışı sona yetdi. Sağlıqla qalın. Qərb Xəbər TV-ni izləməyə davam edin.